Salam əziz 3-cü sinif şagirdləri, 3-cü sinif riyaziyyat iş dəftərinin izahına baxırıq. Səhifə 44-ün izahına. Mövzumuz 3 rəqəmli ədədlərin çıxılması, onluq və yüzlüyün ayrılması. Kublar üzərində təsvir etməklə və alt-alta yazmaqla fərqi tap. 412 yazırıq 412 çıxaq 145 145 Deməli, 2-dən 5 çıxmaq olmur. 1-dən bir onluq alırıq, veririk 2-yə. Olur 12. 12-dən 5 çıxanda olur 7. Burada qaldı 0. 0-dan 4 çıxmaq olmur. 4-dən də bir onluq alırıq, veririk 0-a. Olur 10. 10-dan 4 çıxanda qalır 6. Burada da qalır 3. 4-dən bir onluq aldığımıza görə burada 3 qalır. 3-dən də 1 çıxanda 2. Cavabımız olur 267. Burada üzərindən xətt çəkməklə də göstərə bilərsiniz, əziz şagirdlər. 504 çıxaq 278. 4-dən 8 çıxmaq olmur. Burada da görürük 0-dır. 0-dan da bir onluq alıb verə bilmirik. Ona görə biz 5-dən bir onluq alırıq, 0-a veririk. Olur bu 10. 10-dan da bir onluq alıb 4-ə veririk. Olur bu da 14. 14-dən 8 çıxanda olur neçə? 6. Buradan bir onluq götürdüyümüzə görə burada qaldı 9. 9-dan 7 çıxanda 2. Burada da neçə qaldı? 4 qaldı. 4-dən də 2 çıxanda 2. Gəldik bura. 620 çıxaq 355. 355. 0-dan 5 çıxmaq olmur. 2-dən bir onluq veririk. Olur 10. 10-dan 5 çıxanda edir 5. Burada qaldı 1. 1-dən də 5 çıxmaq olmur. 6-dan da bir onluq alırıq. Bura veririk. Olur 11. 11-dən də 5 çıxanda olur 6. Burada qaldı 5. 5-dən də 3 çıxanda 2. Cavabımız oldu 265. Gəldik bura. Fərqi tap. Misal 2-dəyik. 2-dən 8 çıxmaq olmur. 2-dən bir onluq alırıq. Veririk 2'ye. Olur 12. 12'den 8 çıxanda 4. Burada qaldı 1. 1'dən də 4 çıxmaq olmur. 5'dən də bir onluq alırıq. Veririk bura. Burada olur 11. 11'dən 4 çıxanda olur 7. Burada qalır 4. 4'dən 2 çıxanda 2. Geçdik bura. 1'dən 4 çıxmaq olmur. 2'dən bir onluq alıb bura versək. Burada olur 11. Elə birbaşa 11 yazırıq. 11'dən 4 çıxanda 7. Burada qaldı 2. Burada 1 qaldı. 1'dən də 5 çıxmaq olmur. 7'dən də bir onluq alırıq. Bu 1'ə veririk. Olur burada da 11. 11'dən də 5 çıxanda 6. Burada qaldı 6. 6'dan 3 çıxanda 3. Gəldik 3-cü misalımıza. 3'dən 7 çıxmaq olmur. 4'dən bir onluq alırıq. Veririk 3'ə olur 13. 13'dən 7 çıxanda olur 6. Burada qaldı 3. 3'dən 4 çıxmaq olmur. Bu 3'dən bir onluq alıb veririk 3'ə olur 13. 13'dən 4 çıxanda edir 9. Burada qaldı 2. 2'dən 1 çıxanda 1. 6'dan 8 çıxmaq olmur. Burada 0'dır. 0'dan da onluq alıb verə bilmirik. Ona görə 5'dən 0'a veririk. Olur 10. 10'dan da bir onluq bura verəndə olur 16. 16'dan 8 çıxanda edir 8. Burada artıq 9 qaldı. 9'dan 3 çıxanda 6. Burada da 4. Düşürürük. Geçdik bura. 0'dan 5 çıxmaq olmur. Bu 0'dan da bu 0'a onluq vermək olmur. Ona görə 4'dən başlayırıq. 4'dən bir onluq veririk bu 0'a olur 10. Bu 10'dan da bir onluq veririk bu 0'a. Burada olur 10. 10'dan 5 çıxanda 5 edir. Buradan bir onluq verdiyimizə görə artıq burada 9 qalıb. 9'dan 4 çıxanda 5 edir. Burada artıq 3 qalıb. 3'dən 2 çıxanda 1 edir. Gəldik bura. 4'dən 7 çıxmaq olmur. 6'dan bir onluq veririk 0'a olur 10. Bu 10'dan da bir onluq veririk 4'ə olur 14. 14'dən 7 çıxanda 7 edir. Burada artıq 9 qalıb. Düşürürük. Burada da 5 qalıb. 8'dən 9 çıxmaq olmur. 3'dən bir onluq veririk 8'ə olur 18. 18'dən 9 çıxanda 9 edir. Burada qaldı 2. 2'dən də 8 çıxmaq olmur. Bu 8'dən də bir onluq veririk olur 12. 12'dən 8 çıxanda 4 edir. Burada artıq qaldı neçə? 7. 7'dən 3 çıxanda 4 edir. 0'dan 2 çıxmaq olmur. 9'dan bir onluq veririk bu 0'a.
olur 10. Ondan da bir onluq veririk bu sıfıra. Ondan 2 çıxanda 8 edir. Burada artıq 9 qalıb. 9-dan 2 çıxanda 7 edir. Burada 8 qalıb. 8-dən 1 çıxanda yenə 7 edir. 778. 2-dən bir onluq veririk. Bu olur 14. 14-dən 8 çıxanda 6 edir. Burada qaldı 1. 3-dən də bir onluq veririk. Bu da olur 11. 11-dən 7 çıxanda 4 edir. 2-ni də düşürürük. 246. 1-dən bir onluq veririk. Olur 10. Ondan 1 çıxanda olur 9. Burada qaldı 0. Altdan da bir onluq veririk. Bu yenə olur 10. Ondan 7 çıxanda 3. Burada qaldı 5. 5-dən 3 çıxanda 2 edir. 4-dən 6 çıxmaq olmur. 2-dən bir onluq veririk. Olur 14. 14-dən 6 çıxanda 8 edir. Burada qaldı 1. 9-dan da bir onluq veririk. Bu olur 11. 11-dən 5 çıxanda 6 edir. Burada qaldı 8. 8-dən 2 çıxanda 6 edir. Burada 2-dən 4 çıxmaq olmur. 4-dən bir onluq veririk. Olur 12. 12-dən 4 çıxanda edir 8. Burada qaldı 3. 3-dən 8 çıxmaq olmur. 7-dən bir onluq veririk. Olur 13. 13-dən 8 çıxanda 5 edir. Burada qaldı 6. 6-dan da 1 çıxanda 5 edir. 3-dən bir onluq veririk. 13-dən 5 çıxanda 8 edir. Burada qaldı 2. 2-dən 5 çıxmaq olmur. 8-dən bir onluq veririk. 12-dən 5 çıxanda 7 edir. Burada qaldı 7. 7-dən 4 çıxanda 3 edir. 1-dən 9 çıxmaq olmur. 7-dən bir onluq veririk. Bu olur 10. Ondan da bir onluq bu 1-ə veririk. Olur 11. 11-dən 9 çıxanda 2 edir. Burada 9 qaldı. 9-u düşürürük. Çünki bu ondan bir onluq buna vermişik. Burada da 6 qalıb. Gəldik sonuncu sıramıza. Deməli, 2-dən 6 çıxmaq olmur. 7-dən bir onluq veririk. Olur 12. 12-dən 6 çıxanda 6 edir. Burada qaldı 6. 2-dən də bir onluq veririk. Bu da olur 16. 16-dan 9 çıxanda 7 edir. Burada qaldı 1. 1-dən də 1 çıxanda 0 edir. Onu yazmağa ehtiyac yoxdur. 5-dən 7 çıxmaq olmur. 1-dən bir onluq veririk. Olur 15. 15-dən 7 çıxanda 8 edir. Burada qaldı 0. 5-dən bir onluq veririk. Olur 10. 10-dan 2 çıxanda yenə 8 edir. Burada qaldı 4. 4-dən 3 çıxanda 1 edir. 6-dan bir onluq veririk. Bu sıfıra olur 10. Bu ondan da bir onluq veririk. Bu sıfıra olur 10. Ondan 5 çıxanda 5. Buradan bir onluq verdiyimizə görə burada 9 qalıb. 9-dan 5 çıxanda 4. Burada qaldı 5. 5-dən də 4 çıxanda 1. Burada 5-dən bir onluq veririk. Olur 13. 13-dən 7 çıxanda 6 edir. Burada qaldı 4. 4-dən 7 çıxmaq olmur. Bu 4-dən bir onluq veririk. Olur 14. 14-dən 7 çıxanda 7 edir. Burada qaldı 3. 3-dən 3 0. Yazmağa ehtiyac yoxdur. Deməli, 1-dən 2 çıxmaq olmur. Bu 1-dən bir onluq veririk. 11-dən 2 çıxanda olur 9. Burada qaldı 0. 8-dən də bir onluq veririk. Olur 10. 10-dan 2 çıxanda 8. Burada qaldı 7. 7-dən də 2 çıxanda 5. Deməli, 5-dən bir onluq veririk. Olur 12. 12-dən 9 çıxanda 3 edir. Burada qaldı 4. 4-dən 6 çıxmaq olmur. 1-dən bir onluq veririk. Olur 14. 14-dən də 6 çıxanda olur 8. Burada da 0 qalır. Onu düşürmürük. 3-dən 8 çıxmaq olmur. 2-dən bir onluq veririk. Olur 13. 13-dən 8 çıxanda 5 edir. Burada qaldı 1. 1-dən 8 çıxmaq olmur. 6-dan bir onluq veririk. Olur 11. 11-dən 8 çıxanda 3 edir. Burada da qalır 5. Gəldik 3-cü tapşırığımıza. Alt-alta yazmaqla fərqi tap. 717 çıxaq 259. Deməli, 7-dən 9 çıxmaq olmur. 1-dən bir onluq veririk. Olur 17. 17-dən 9 çıxanda 8 edir. Burada qaldı 0. 0-dan 5 çıxmaq olmur. 7-dən bir onluq veririk. 10-dan 5 çıxanda 5. Burada qaldı 6. 6-dan 2 çıxanda 4. Altdan 8 çıxmaq olmur. Burada da 0-dır. 8-dən bir onluq veririk. Bu olur 10. Ondan da bir onluq veririk 6-ya 16. 16-dan 8 çıxanda 8 edir. Burada qaldı 9. 9-dan 2 çıxanda 7 edir. Və burada qaldı 7. 7-dən də 1 çıxanda 6. Dörtdən bir onluq bu sıfıra veririk. Olur 10. Ondan da bir onluq bu sıfıra veririk. Olur 10. Ondan 8 çıxanda 2. Burada 9 qaldı. Burada da 3. Birdən 6 çıxmaq olmur. 9-dan bir onluq veririk. 11-dən 6 çıxanda 5. Burada qaldı 8. 8-dən 9 çıxmaq olmur. 6-dan bir onluq veririk. 18-dən 9 çıxanda 9. Burada da qaldı 5. Gəldik sonuncu misalımıza.
çıxaq 466. 11-dən 6 çıxmaq olmur. Altdan bir onluq veririk. 1-dən 6 çıxmaq olmur. Altdan bir onluq veririk. 11-dən 6 çıxanda 5 edir. Burada qaldı 5. 5-dən 6 çıxmaq olmur. 9-dan bir onluq veririk. 15-dən 6 çıxanda edir 9. Burada da qaldı 8. 8-dən 4 çıxanda 4 edir. Gəldik. Misalın ardı buradaymış. Deməli, 2-dən 8 çıxmaq olmur. 5-dən bir onluq bu 0-a veririk. 0-dan da bir onluq 2-yə veririk. 12-dən 8 çıxanda 4 edir. Burada 9 qaldı. Bu 4-ü də düşürürük. Yaxşı yazılmadı. Altı yüz üç. 3-dən 9 çıxmaq olmur. Altdan bir onluq bu 0-a veririk. 0-dan da 3-ə bir onluq veririk. 13-dən 9 çıxanda 4 edir. Burada qaldı 9. 9-dan 2 çıxanda 7 edir. Burada 5 qaldı. Sıfırdan 2 çıxmaq olmur. 2-dən bir onluq veririk. 10-dan 2 çıxanda 8 edir. Burada qalır 1. 1-dən 9 çıxmaq olmur. 4-dən bir onluq veririk. 11-dən 9 çıxanda 2 edir. Burada da 3 qalır. Sonra 100 çıxaq 18. Deməli, 1-dən bir onluq bu 0-a veririk. Ondan da bir onluq bu 0-a veririk. 10-dan 8 çıxanda 2 edir. Burada qaldı 9. 9-dan da 1 çıxanda 8 edir. Burada artıq heç nə qalmayıb. 1 idi. Onu da ötürmüşük digər hədlərə. Deməli, 303 çıxaq 125. Deməli, 3-dən bir onluq bu 0-a veririk. Ondan da bir onluq 3-ə veririk. 13-dən 8 çıxan, 13-dən 5 çıxanda 8 edir. Burada qaldı 9. 9-dan 2 çıxanda 7 edir. Burada qaldı ki 2-dən də 1 edir. Gəldik 4-cü tapşırığımıza. 3-dən 7 çıxmaq olmur. 4-dən bir onluq veririk. Olur 13. 13-dən 7 çıxanda 6. Burada qaldı 3. 3-dən 5 çıxmaq olmur. 5-dən də bir onluq bu 3-ə veririk. Bu da olur 13. 13-dən 5 çıxanda edir 8. Burada qaldı 4. 4-dən də 1 3. 386. Burada 4-dən 7 çıxmaq olmur. 1-dən bir onluq veririk. Olur 14. 14-dən 7 çıxanda 7 edir. Burada qaldı 0. 8-dən bir onluq veririk. 10-dan 7 çıxanda 3 edir. Burada qaldı 7. 7-dən də 4 çıxanda 3 edir. Burada 2-dən 9 çıxmaq olmur. 7-dən bir onluq 0-a veririk. Ondan da bir onluq 2-yə veririk. 12. 9 çıxanda 3 edir. Burada qaldı 9. 9-dan 6 çıxanda 3 edir. Burada qaldı 6. 6-dan da 5 1 edir. 0-dan 8 çıxmaq olmur. 4-dən bir onluq veririk. Olur 10. 10-dan 8 çıxanda 2 edir. Burada qaldı 3. 3-dən də 6 çıxmaq olmur. 4-dən bir onluq veririk. Olur 13. 13-dən 6 çıxanda 7 edir. Burada qaldı 3. 3-dən də 2 1 edir. 1-dən 9 çıxmaq olmur. 5-dən bir onluq veririk. Olur 11. 11-dən 9 çıxanda 2 edir. Burada qaldı 4. 4-dən 9 çıxmaq olmur. 9-dan bir onluq veririk. Olur 14. 14-dən 9 çıxanda 5 edir. Burada qaldı 8. 8-dən də 6 çıxanda 2 edir. Pozulmuş rəqəmləri bərpa et. Deməli, burada 0-dan 4 çıxmaq olmur. 3-dən bir onluq veriblər. 10-dan 4 çıxıblar 6. Burada qaldı 2. 2-dən də 5 çıxmaq olmur. Burada neçə olubsa, ondan bir onluq veriblər. 12-dən 5 çıxanda 7 edir və burada qalmalıdır 8 ki, 8-dən 4 çıxanda 4 olsun. Burada olmalıdır 9. Çünki bir onluq da buna veriblər. 6-dan 7 çıxmaq olmur. 5-dən bir onluq buna veririk, ondan da buna veririk. 16-dan 7 çıxanda 9 eləyir. Burada qaldı 9. 9-dan 4 çıxanda 5 eləyir. Burada qaldı 4. 4-dən də 1 çıxanda 3 edir. Burada olmalıdır 7. Çünki bir onluq verəndə 14-dən 7 çıxanda 7 edir. Burada qaldı 0. 7-dən də bir onluq veririk, olur 10. 10-dan da 5 çıxanda 5 edir. Burada da qalır 6. 6-dan da 2 çıxanda 4. 13-dən 9 çıxanda 4 edir. Burada olmalıdır 2. 2-dən bir onluq vermişik. Burada da 1 qalır. 1-dən də 5 çıxmaq olmur. 8-dən bir onluq veririk. Olur 11-dən də 5 çıxanda 6. 11-dən 4 çıxanda 7. Burada da olmalıdır 4.
Çünki bundan bir onluq vermişik. Qalmalıdır burada 3. 3-dən də bir onluq veririk 13. 13-dən 6 7. Burada da qalır 2. 2-dən də 1 çıxanda 1. Ondan 3 çıxanda 7. Bir onluq veririk. Burada qalır 0. 0-dan 2 çıxmaq olmur. Buradan da bir onluq bura verilib. Olub 10. Ondan 2 çıxanda 8. Burada olmalıdır 8. 7-dən 2 çıxanda 5. 8-dən bir onluq verdiyimizə görə burada 7 qalır. Elxanın boyu 130 sm, bacısının boyu isə ondan 28 sm qısadır. Elxanın bacısının boyu neçə santimetrdir? Elxan 130-dur. Bacısı ondan 28 sm qısadır. Qısa dediyinə görə nə edirik? Çıxırıq. 0-dan 8 çıxmaq olmur. 3-dən bir onluq veririk. Ondan 8 çıxanda 2 edir. Burada qaldı ki 2-dən 2 0 edir. Bu biri də düşürürük. Olur neçə? 102 sm. Yeni il şənliyinə uşaqlar 200 qırmızı bayraq, bundan 38 dənə az yaşıl bayraq düzəltdilər. Mavi bayraqların sayı qırmızı və yaşıl bayraqların birgə sayından 175 dənə az oldu. Uşaqlar neçə mavi bayraq düzəltdilər? Deməli bizim 200 qırmızı bayrağımız var. Bundan 38 dənə az yaşıl bayrağımız var. Əvvəlcə yaşıl bayraqların sayını tapaq. 0-dan 8 çıxmaq olmur. 2-dən bir onluq bu 0-a veririk. Ondan da bura. Ondan 8 çıxanda 2 qalır. Burada qaldı 9. 9-dan 3 çıxanda 6 qalır. Bu 1. Burada da 1 qalıb düşürürük. Deməli bizim 162 dənə yaşıl bayrağımız var. Və bu qırmızı bayraqla yaşıl bayraqları nə edirik? Toplayırıq. Çünki burada bizdə birgə sayından danışır. 0-ın üzərinə 2 gələndə 2 edir. 0-ın üzərinə 6 gələndə 6 edir. 2-nin üzərinə 1 gələndə 3 edir. 362 bayraq var. Qırmızı və yaşıl. İndi deyir ki, mavi bayraqların sayı qırmızı və yaşıl bayraqların birgə sayına 175 dənə azdır. Yəni bundan 175 dənə azdır. Biz də nə edirik? 362-dən çıxırıq 175-i mavi bayraqlarımızı tapırıq. 2-dən 5 çıxmaq olmur. 6-dan bir onluq veririk. 12-dən 5 çıxanda 7. Burada qaldı 5. 5-dən 7 çıxmaq olmur. 3-dən bir onluq veririk. 15-dən 7 çıxanda 8 edir. Burada da qaldı 2. 2-dən də 1 çıxanda 1. Cavabımız oldu 187. Mavi bayraq var. Belə əziz şagirdlər, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti səhifələrin izahında görüşərik.